Mən həmişə fəxr etmişəm. Bu gün də fəxr edirəm ki, mən Azərbaycanlıyam. Sabirabad rayonunda ümumi lider Heydər Əliyevin anadan olmasına 102-ci illiyinə həsr olunmuş Tarixiniz ilə Ömrün Zirvəsi adlı ümumrayon tədbiri keçirilib. Tədbirin rəsmi hissəsindən öncə Sabirabad rayon İcra Hakimiyyətinin başçısı Siraqəttin Cabbarov, hüquqi mühafizə orqanlarının idarə, müəssisə və təşkilatların rəhbərləri, şəhid ailələri, müharibəliləri və veteranlar, əmək kollektivləri, ağsaqqallar, ziyalılar, tələbələr, məktəblilər, ictimaiyyətin və gənclərin nümayəndələri, eləcə də yüzlərlə rayon sakini Azərbaycan xalqının ümumi lideri Heydər Əliyevin şəhərin mərkəzi meydanında uzanan abidəsini ziyarət edib, abidə önünə göstəri dəstələri qoyaraq Ulu Öndərin əziz xatirəsini dərin hörmət və ehtiramla yad ediblər. Sonra qonaqlar Mədəniyyət Mərkəzinin qarşısında olan Ulu Öndərin mənalı və şərəfli ömür yolunu əks etdirən foto sərgi ilə yaxından tanış olublar. Heydər Əliyevin və müstəqilliyimiz, ərazi bütövlüyümüz uğrunda canlarını fəda edən qəhrəman şəhidlərimizin əziz xatirəsi bir dəqiqə sükutla yad edilib. Tədbirin rəsmi hissəsində Sabirabad rayon İcra Hakimiyyətinin başçısı Siraqəttin Cabbarov çıxış edib. Daha sonra Yeni Azərbaycan Partiyasının Sabirabad rayon təşkilatının sədri Bariz Rüstəmov çıxış edib. Sonda rayonumuzun incəsənət ustaları rəngarəng konsert proqramı ilə çıxış etmişdilər. Təqdim etdi Kanal 15 TV, səsləndirdi Əminə Quliyeva.